demək ki, bax biz belə məsələlərlə emin necə Münxendə, Avropada, bizim bomba qardaşlarımız Amerikada, bax İlham Əliyev artıq nə Amerikaya gələ biləcək, nə Avropaya. Onu hər yerdə itin götünə soxub Bəlkə belə bir kampaniya artıq İlham hara gəlsə, ora böyük qüvvə yığar. Əməlli başlı fiziki çəkəcəkdən biz bu bizim məqsədimiz olmalıdır. İlham Əliyevin. Bu bizim məqsədimiz olmalıdır. Artıq bax cəmaət yenə də şərhlərdə yazır, həvəslənib. Biz bu fürsəti buraxmamalıyıq. Alonanı qəhbə çıxartmışıq. Alonaya görə blogerlər üstümüzə göndərib. İlham Əliyevi Münxendə, Almaniyada peysər çıxartmışıq. İlham Əliyevi indi Amerikada da peysər çıxartmışıq. Bu proses artıq dostlar başlayıb. Biz böyük bir uğurlar qazanacağıq. Əgər bax belə templə davam etsək. Proses budur. Artıq xalq oyanır. Artıq görsən hər kəs qorxmadan, çəkinmədən şərh yazır. Bu söhbətlərə fokuslanıb. Mən demişdim ki, bu Alona Əliyeva İlham Əliyevin sonu olacaq. Mən fəxr edirəm Amerikada olan qardaşlarla, Rəhimlə, Bəxtiyarla, Adil, digərləri. Biz İlham Əliyevin bax belə birlik olsa, həmrəlik olsa, İlham Əliyevin götünə öz ayağımızı soxacağıq. Bax bu qıçımızı soxacağıq. Bax bu qıçımızı İlhamın dalına soxacağıq. Ay millət, az qalıb. Proses başlayıb. Burada birləşmək vaxtıdır, dəstək olmaq vaxtıdır, həmrəy olmaq vaxtıdır. Siz dəstək olun, like eləyin, paylaşın, qohum-qonşuya deyin. Biz isə burada İlham Əliyevi diz üstə qoyacağıq. Artıq onlar rəzil oldular, biabır oldular. Avropada gördünüz ki, İlham Əliyev göt gününə düşdü və İlham Əliyev Vaşinqtonda bugün deməli maraqlı məsələ var. Tofiq Yaqubluya, Əli Kərimliyə, digər siyasi məhbuslara azadlıq tələb olanda İlham Əliyev götünün qorxusundan qaçıb otel nömrəsinə. Hara qaçırsan, ay İlham Əliyev, bəs sən müzəffərli idin axı, sən cəsarətli lider idin, sən axı bomba oğlanı idin, ay cındır, hara qaçırsan, ay dovşan. Bax, millət, insanlar başa düşməlidir ki, artıq İlham Əliyev göt gününə düşüb. Bunu bilin. İlham Əliyev istəyir killər göndərsin mənim üstümə, Qabilin, Emin Hüseynovun, Əfqanın, Qərmətin. Biz artıq qıçımızı bu qədər qıçımızı soxmuşuq İlhamın götünə. O qorxaqdır, ay millət. İlham Əliyev cındırdır, şəlbədir, əskidir, qorxaqdır, dovşandır. İlham Əliyev, dovşan. Hara qaçırdın bugün? Hara qaçırdın? Biz, Qabil, sən demişkən, artıq İlham Əliyev hansı ölkəyə gələcək? Onun götünə pas soxacaq biz. Ölkədən asılı olmayaraq. Almaniya, İsveçrə, Fransa, ora, bura, hara gəldin İlham Əliyev? Sənin üzünə tüpürəcəyik biz.